Salam, kanalıma xoş gəlmisiniz. İndi açılım eləyəcək, açılımımız olacaq. O yazacaq mı, ümumiyyətlə düşünürmü yazmaq, hərəkət eləmək, danışmaq, barışıq, nəyəsə hərəkət eləmək, nədir onun planlar, yazmaq düşünürmü, ümumiyyətlə yazacaq mı o insan? 3 variant eləyəcəm. Çünki konkret sualdır da, yazacaq yoxsa yazmayacaq. Ne çustva deyil də, çox şaxəli baxaq, çox qısa baxacaq. Yazacaq yoxsa yazmayacaq. Birinci variant. Fikirlər dumanlıdır, bilmiyorum. Yazsın, yazmasın. Baxaq görün bəs necə yazacaqsan yoxsa yazmayacaqsan. Əlavə eləyək, baxaq görün bu fikirlər nə ilə bağlıdır. Sizlə bağlıdır yoxsa necə. Əlbəttə görürsünüz necə təkrarlanır. Görürsünüz. Luna. Daha fikirlər qarışıqdır. Yazmaq istəyir. Mütləq ki yazacaq onsuz. Ama prosto necə? Mən necə yazım? Bəlkə bəhanə lazımdır ona. Bilmirəm nə ilə bağlı. Ama точно yazacaq. Narahat olmayın. Yazacaq. Artıq biz birinci dəfədən də açan kimi çıxmışdı, cavab yazacaq ya da точно yazacaq. Onu fikirləşir ki, tələsməyim, plan qurur. Siz də biraz şeydə qalasınız, gözləmədə. Biraz darıxasınız bəlkə. Fikirləşəsiniz ki, onu yazacaq, görəsən yazmayacaq. Yazacaq bunu, narahat olmayın. Daha yazacaq, narahat olmayın. O prosto bilir o səhvdir. O prosto bilsin ki, elə yazım ki, qoy o da biraz darıxsın. Mən yazan kimi sırazı hər şey yaxşı olsun da, hər şey alınsın bizdə, sırazı barışıq olsun. Yəni çox uzanmasın. Belə. Çox incitməyəsiniz onu. Bəlkə siz çox naz edirsiniz, bilmirəm. İkinci variant keçireyim. Yazacaqsan, hoş. Yazacaq mı o sizə? Münasibətlər bitib, çox qəribədir. Və bilirsiniz necə, insan çox vəziyyət pisdir. Daha ümid yoxdur ki, münasibətlər düzələ bilər. Hisslər var, darıxır, fikirləşir, bəs yazacaqsan mı? Yazacaq. Yazacaq prosto bilirsiniz ki, o saxlayır özün ki, göstərməsin ki, siz biləsiniz ki, o itirmək istəmir, qorxur. Mən sırazı yazsam, o başa düşəcək ki, mən itirməkdən qorxuram. Ona görə də hesab edir ki, indi bunun vaxt deyil. Yazacaq. Daha точно yazacaq. Yazacaq, barışmaq istəyir. Siz bilməməlisiniz. Elə bir ki, siz qudurarsınız. Görürsünüz, burada siz necə çıxmışsınız sırazı. Əli qılıncdan falan. Əsəbi, agresiv, vecsiz. Daha yazacaq sizə, narahat olma. Elə bil ki, nəyəsə eləməmişdən qabaq başımı neynəsə qarışdırarsın. Məsəl üçün, qoy başımı neynəsə qarışdırayım, yoxsa bunu eləyəcəm. Nə bilim, filan yerə yemək yeməliyəm. Tutaq ki, yemək yemək istəyirəm mən. Amma yeməməliyəm. Məsəl üçün də həkim deyib ki, yemə dərman içəcəksən filan, ya dərman içməyəcəksən. Yemək yeməmək üçün başı qarışdırırsan. Bax, bu da elə bir vəziyyətdədir. Sizə yığmamaq üçün öz başı neynəsə qarışdırır. Belə. Yazacaq, narahat olmayın. Üçüncü variant. Yazacaq mı? Yazacaqsan mı?
Da, bu da yazacaq, nə yaxşı. Tak, bilirsiniz ama necə. O sizə yazacaq. Görsək əvvəlki münasibət yoxdur, sil. Qoçqa. Bəli, yazacaq. Siz görsək ki, sizlə əvvəlki отношения, idiliya yoxdur, istək yoxdur, maraq yoxdur, mən xoşbəxtlik tapmıram, bu münasibətdə artıq sevinç gətirən heç bir şey yoxdur. O belə hesab eləsə, gedəcək o. Biraz ehtiyatlı olun, yazmağına toçunu yazacaq. Опять-таки postaya görsüz eyni şey çıxır. Yazacaq, это точно, o istəyir münasibətlər olsun, o bilirsiniz necə. Elə bir ki, mən bezmişəm söz-söhbətdən, bezmişəm onun dırdır, vır falan. Mən istəyirəm, normal olsun hər şey. Olmasa bu sondur da, axırıncı dəfə idi. Bir də qələt eləyərəm, yazaram belə bir şey. Mən görürəm ki, əlbəttə çox adam demək olmur burada. Çoxunda son olacaq bu. Çoxunda son olacaq, siz daha yazmayacağım. Çünki siz elə bir münasibət görəcək ki, sizdən. Bəlkə doğrudan da siz istəmirsiniz, sizə elə belə sərf edir də, doğrudan da ki, çıxsın, geçsin, son dəfə mənə yazsın, olur qızlar və yaxud oğlanlar da deyir, mən ona yox deyim, qoy ondan sonra geçsin. Bəlkə sizə belə lazımsa, onda okey, amma belə lazım deyilsə, onda çalışın, onunla normal danışın. Çünki o görsə ki, əvvəlki münasibət yoxdur, sizdən istək yoxdur, o gedəcək. Hələlik izlədiyinizə görə çox sağ olun, təşəkkür edirəm, sağ olun.